Deməli, seleksiyaya giriş edirik. Görək seleksiya nədir? Seleksiya ümumiyyətlə seçmə deməkdir. Seleksiyanın bazası genetikadır. Yəni genetikanın üzərindən öyrənirik və kompleks elmdir deyirik. Yəni nə deməkdir kompleks elm? Bir neçə elmlə bir yerdə əlaqəli öyrənilir. Seleksiyanın tərkibində məsələn genetika var, həmçinin müxtəliflik mərkəzlərini öyrənəndə coğrafiyadan istifadə edirik və Darwinin tədqiqatlarından sonra əsasən elm kimi formalaşıb. Darwin heyvanların əhəlləşdirilməsini, bitkilərin mədənləşdirilməsini, bunları analiz etmişdi. Süni seçmə təlimini formalaşdırmışdı. Yəni seleksiya necə başa düşək? Süni seçmə nəticəsində əmələ gələn orqanizmləri ümumiyyətlə öyrənirik. Seleksiya təkamül formasıdır və bunun da qanuna uyğunluqları vardır. Deməli, təbii seçmə əvəz olunub süni seçmə ilə. Süni seçmə nədir? İnsanlar tərəfindən həyata keçirilən seçmə formasıdır. Nəhayətdə, süni seçmənin nəticəsində, nəhayətində, sonunda bitki, sortu, heyvan, cinsi və mikroorqanizm ştamları yaranır. Yəni, artıq biz heyvanlarda, bitkilərdə, mikroorqanizmlərdə nə yarandığını bildik. Bitkilərdə üzüm sortları alırıq, heyvanlarda cinslər alırıq, bakteriyalarda isə ştam alırıq. Bakteriya deməyək buna, mikroorqanizmlər deyək. Yəni, bir hüceyrəli orqanizmlərdə eyni zamanda mən bakteriya kimi nəzərinizi çatdırıram ki, yəni bakteriya da bir hüceyrəlidir. Və bu cinsdir, sortdur, ştamdır. Sistematikadakı növdən kiçik kateqoriyadır. Yəni, növdən də kiçikdir. Və insan tərəfindən süni surətdə yaradılıb və müəyyən irsi keyfiyyətlərə malikdir. Oxşar irsi xüsusiyyətlər daşıyır və mühit şəraitinə reaksiya verən orqanizmlərdir. Nələr? Cinslər və sortlar. Həmçinin ştamlar da deyə bilərik. Xarici mühitin təsirinə reaksiya verirlər, sort və cinslər. Məsəl üçün, tutaq ki, biz buğdanın yazlıq sortunu yaradıramsa, mən onu yazda əkməliyəm. Payızlıq sortu isə payızda əkilməlidir ki, nəhayətdə yüksək məhsuldarlıqlı canlı ala bilək. Amma mən payızlıq buğda sortunu gətirib yazda əksəm, yazlıq buğdanı payızda əksəm, heç bir təsərrüfat əhəmiyyətli bir şey əldə eləməyəcəm. Yazlıq, payızlıq buğda sortlarını ayırmaq olarmı xarici görünüşündən? Xeyr, onlar oxşardır bir-birinə. Amma işıqlanmaya, temperatura, müəyyən reaksiya verirlər. Ona görə fərqlənirlər. Həmçinin heyvan cinsləri də. Heyvan cinsləri də xarici görünüşcə oxşar ola bilər, fərqli ola bilər. Mühit şəraitinə dəyişir reaksiya verirlər. Daha sonra baxaq, seleksiyada əhəlləşdirmə, mədənləşdirmə nədir? Onun haqqında danışaq. Əhəlləşdirmə nədir? Müasir ev heyvanları var, bilirik. Müasir mədəni bitkilər var və bunlar süni seçmə yolu ilə yaranıb. Nədən yaranıb desək, vəhşi əcdadlarından, özlərinin vəhşi əcdadlarından yaranmışdı. İnsanlar tərəfindən yaradılmışdı bunlar. Süni seçmə nəticəsində mədəni formalara çevrilib. Bu adlanacaq əhəlləşdirmə və ya mədənləşdirmə. Seleksiyanın elə birinci mərhələsi əhəlləşdirmə və mədənləşdirmədir. Birinci mərhələsi odur. Deməli, insan özünün tələbatına uyğun süni seçmə aparır. Bizim eramızdan
eramızın 10-20 min il əvvəllərdə aparılıb seleksiya prosesi və heyvanların əhəlləşdirilməsi nə vaxt mümkün olub? Heyvanlar insanlarla birgə yaşayandan sonra. Deməli, vəhşi heyvanlar, insanlar ki, süni sürətdə şərait yaratmışdı, həmin süni sürətdə yaradılan dəyişikliklər nəticəsində vəhşi əcdadlarına müasir formaya çevrilmişdi. Elə bitkilərə də aiddir bu. Məsələn, bitkilərdə yarpaq, gövdə zəhərli olur, tikanları olur. Mədəni formaya çevriləndə zəhərlərini, tikanlarını itirirlər demək olar. Və birinci süni seçmə yaradılanda ki, bitkilərdə və heyvanlarda dəyişikliklər yaranır. Təbii seçmənin formalarından biri stabilləşdirici seçmədir. Stabilləşdirici seçmənin təsiri zəifləyir. Belə, görək süni seçmənin aparılması üçün hansı şərtlər lazımdır? İlk dəfə bu işlə Vavilov məşğul olmuşdu. Vavilov kimdir desə, yoluxucu xəstəliklərə qarşı immunitetin təliminin müəllifidir. Həmçinin bitkilərin mənşə mərkəzlərini öyrənib, homoloji sıralar qanunun da müəllifidir Vavilov. Və Vavilova görə seleksiyanın uğurlu olması üçün 5 şərt daxildir. Birinci, öyrənilən əlamətin üzə çıxmasında mühitin rolu. Təbii ki, mühit rol oynayır burada. Mən hansı mühitdə yetişdirirəmsə süni formanı, o rol oynamalıdır. İkinci, başlanğıc bitkilərin sort və heyvanların cins müxtəlifliyi. Başlanğıc forma nə qədər fərqli olarsa, seçmə də bir o qədər uğurlu olar. Hibridləşmə zamanı irsən keçmənin qanuna uyğunluqları, təbii ki, bu seleksiyaçı üçün çox mühümdür qanuna uyğunluqlar. Arzu olunan əlamətlərin möhkəmləndirilməsində istifadə olunan süni seçmə formaları, bunları gələn səfərlərdə, gələn dərslərimizdə keçəcəyik. İrsi dəyişkənlik mutasiya. Bunlar seleksiyanın uğurlu olması üçün, seleksiya işinin uğurlu olması üçün bizim üçün lazım olan şərtlərdir. Və bu da Vavilova görədir. Vavilov seleksiya elmində çox böyük işlər görmüşdü. Belə. İndi baxaq biz süni seçmənin formalarına. Süni seçmənin iki forması vardır. Metodiki və ya şüurlu seçmə, körtəbii və ya şüursuz seçmə. Adından da göründüyü kimi metodiki seçmə nədir? Metodiki seçmədə, yəni şuurlu seçmədə seleksiyaçı, kim ki bu işi görürsə, seleksiya ilə, süni seçmə ilə məşğuldursa, o qarşısına məqsəd qoyur ki, hansı istiqamətdə seçmə aparacaq. Məsələn, heyvanlarda ətli istiqamətindəmi, südlü istiqamətindəmi seçmə aparacaq, qarşısına məqsəd qoyur. Məsələn, qoyun cinsi almaq istəyir, tutaq ki, qoyunu ətli mi almaq istəyir, yunluq mu almaq istəyir, onu araşdırır. Və yaxud da toyuq, toyuqları yumurtlamaq üçünmü almaq istəyir, yoxsa ətlik mi almaq istəyir? Bu, metodiki seçməyə aid, yəni şuurlu seçmədir. Körtəbii və ya şuursuz seçmədə seleksiyaçı üçün heç bir məqsəd yoxdur. Sadəcə şuursuz istiqamətdə seçmə işi aparır. Yəni, onun üçün fərqi yoxdur. Ən yaxşısını seçir, ən iri heyvanı seçir, ən çox yumurta verən heyvanı seçir. Yəni, məqsədsiz seçir. Metodiki seçmənin də iki forması vardır. Fərdi seçmə və kütləvi seçmə. İndi bunu açaq. Fərdi seçmə nədir? Kütləvi seçmə nədir? Fərdi seçməni ən çox heyvanlarda və öz-özünə tozlanan bitkilərə tətbiq edirik. Heyvanlara və öz-özünə tozlanan bitkilərə tətbiq edirik. İndi bizə burada botanika elmi lazım olacaq.
ki, öz-özünə tozlanan bitkiləri bilək. Mən qısaca deyim, buğda, arpa, darı, çəltik, vələmir. Bu kimi bitkilər öz-özünə tozlanan bitkilərdir. Və bu bitkilərdə fərdi seçmə aparılır. Və homoziqotluq daha üstünlük təşkil edir. Homoziqotluq üstünlük təşkil edir. Amma kütləvi seçmədə ən çox çarpaz tozlanan bitkilərə tətbiq edilir. Yəni, bircinsli bitkilərə. Çünki bircinsli bitkilər çarpaz tozlanmaya məruz qalacaq. Çünki məcburdur. Bircinsli bitkidir. Kütləvi seçmədə heterozigot genotipli fərdlər alınacaq. Fərdi seçmədə homozigot genotipli fərdlər artacaq. Kütləvi seçmədə isə heterozigot genotipli fərdlər ən çox alınacaq. Belə, bu da oldu bizim fərdi və kütləvi seçmənin fərqi. İndi bizə nə lazımdır? Bax, burada dəqiqə. Burada cins və sort almağın digər yolu çarpazlaşmadır. Çarpazlaşma nəticəsində bir misal verilib bizə ki, Rusiyada Orlov Löhrəm at cinsi alınarkən nədən istifadə olunub? Ərəb minik atının erkəyə biz nə deyəcəyik? Ayğır. Bunu çarpazlaşdırıblar Danimarka yük at cinsinin dişisi ilə, Madyan ilə. Yəni, gördünüz ki, 2 fərd hal-hazırda iştirak etdi. Və bunlardan hibrid alınıb, yəni 3-cü bir fərd alınıb. Bu hibridi erkək olub özdə. Bunu da Hollandiya Löhrəm at cinsinin dişiləri ilə cütləşdirilib. Deməli, bizə belə bir sual verilə bilər ki, Rusiyada Orlov Löhrəm at cinsi alınarkən neçə canlıdan istifadə olunur? Ərəb milli atının erkəyi 1, Danimarka yük atının dişisi 2, bunlardan alınan hibrid 3, Hollandiya Löhrəm at cinsinin dişisi 4. 4 fərddən istifadə olunub. Və süni seçmə mən apararkən, baxın, bunlar süni seçmə nəticəsində alınmış canlılardır. Bu canlılar bir-birindən çox fərqlənir. Fərqləndiyinə görə mən çaşıb bunları başqa-başqa növlərə ayıra bilərəm. Amma bunlar eyni növün süni seçmə nəticəsində alınan nümayəndələridir. Bu da süni seçmənin formaları haqqında məlumat. Mədəni bitkilərin mənşə mərkəzləri isə digər dərsdə izahatını paylaşacağam.